Urva qayıdır öz tərəfdarlarının yanına. Bu hadisəni danışır cəmaata. Deyir, ey cəmaat, Allaha and olsun ki, deyir, mən bir çox, deyir, məliklərin yanında oldum. Mən, deyir, bir nümayəndə olaraq bir çox məliklərin yanına getdim, gəldim. Məliklər, yəni padşahların. Orada qeyd edir ki, Qeysərin, Kisranın və həmçinin Nəcaşinin yanında oldum. Fikir verin, burada görün nə deyir. Deyir ki, Allaha and olsun Muhammedin sallallahu aleyhi və səlləmin əshabələrinin ona təzim etdiklərini gördüyüm kimi heç bir məlikin yanında olanlar o məlikə elə təzim etmirdilər. Onu dəyərli tutmurdular. Muhammedin, deyir, əshabı, deyir, ona o qədər hörmət edirdi, o qədər onu dəyərli tuturdu, ona təzim edirdi. Mən o gördüyüm o məliklərin heç birinin, deyir, yanında olanlar öz məliklərinə elə, deyir, hörmət etmirdilər.